Salam aleykum əziz izləyicilər. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Boş idim dedim, sizlər üçün video çəkəm. Dovşanları göstərəm. Dovşanların son halını çəkim. Axşam üstüdür, demək olar axşamdır. Saman attım, yesinlər. Və yeyirlər də maşallah. Bunlara buna biraz atmışam, bu da yiyib, ikisi də. Bunlara təzəldən attım, bunlar isə bu bir də ki, bu ikisi saman ümumiyyətlə çox sevir. Nəsə açıq saman versən yeyəcək, amma bu dişilər hər deyəndə yemir, arada yeyirlər samanı. Amma bunlar çox sevir dediyim kimi samanı. Deməli, demişdim, bu iki dənə ağlar var idi. Bir dişi, buna oxşayan bir dişi. Bununla eyni anadan idi o. Hətta bununla eyni anadan idi. Dedim, bunların ikisi mənimdir. Aldığım gün demişdim videoda. Gəlib aparacaqlar dedim. Amma Allahın izni elə oldu ki, bu erkək qaldı. Dişini verdim, apardı, erkək qaldı. Niyə saxladım? Ya da niyə ikisini də saxlamadım? İkisini də saxlamaq mənim üçün yaramır. Çünki mən ikisini saxlasaydım əgər, bununla o elə həmin dişini cütə vurmaq istəyirdim. Bəs belə bu sort ümumi təmiz qan bala tutum deyənə mən təmiz qan balalar düşsün. O da ki, sonradan maraqlandım. Yiyəsi aldığımız adam dedi ki, bunlar bacı qardaşdır. Məsləhət görmürəm ki, hansı sort, hansı cins dovşan olur olsun, bacı qardaş dovşanları cütə vurmayın. Bir-biriylə. Çünki balalar zəif olur, elə olur bala doğmur, dovşan ölü doğur ya balalar nə bilim çox zəif olur da, yəni bacı qardaş cütə vuranda. Ona görə çalışın bacı qardaş dovşanları heç vaxt cütə vurmayın bir-biriylə. Ona görə də mən də yəni yiyəsi Royal qardaş dedi ki, hansını istəyirsən götür, ya dişini götür, ya erkəyi. Birini götür özünə, biri aparım, yəni o aparsın, bir də mənə qalsın. Mən də fikirləşdim ki, dişi onsuz da 3 dənədir, mən də bəs eləyir mənə. Dedim, mən erkəyi götürüm, üzü qabağa bunlar böyüyənsin, bunlarla cütə vuraram, o birisi dişilərlə cütə vuraram. Qarışıq qan, təmiz qan olmasa, qarışıq qan olsa da bu rəng balalar çıxacaq. Yəni elə-belə həvəsə saxlayaram, yəni qalar. Ona görə dişini büyüm günorta apardı, erkəyi də mənə verdi, sağ olsun. Allah onda heyvanlarına bərəkət versin. O da saxlayır. Haradasa bir 10-a yaxın 8-9 yoxsa 10 belə bir şey heyvanı var. Maşallah, yaxşı da heyvanlardır. Gedə bilsəm, gedib onun da heyvanlarını çəkəcəm. Sizlərə paylaşmaq üçün. Görək. Görürsün necə saman həvəsinə yiyir. Bu erkək də yaxşı erkək çıxdı. Maşallah. Səliqəli erkəkdir. Çox super erkəkdir. Bəli. Bu yerin də bilirsiniz, yəqin ki, videolardan görmüsünüz. Bunun yeşiyin altı yerə dəyirdi. Yəni altında heç bir şey, daş yox idi. Taxta qoymuşdum. Bu taxta idi, o da xeyri yox idi. Demək olar ki, yerə dəyirdi də, yerdə idi yeşik. Oradan da nəm çəkəcəkdi torpaqdan, çürüyəcəkdi taxta. Ona görə də belə bir şey elədim. Altına kubik qoydum. Nəinki çürümək, mənim üçün bir yerdə olmayan bir şey də var. Bunlar buradan zibillədikdə bunun deşikdən tökülürdü, yığılırdı, qalırdı altında, axırda taxtaya dirənirdi. Yəni axırda tökülən qalırdı taxtanın üstündə. Çünki deşiklər tutulurdu. Belə eləyəndə amma görürsünüz ki, tökülür bura. Buradan da süpürgə ilə süpürürəm. Olur təmiz. Yəni belə olur. Yaxşıdır. Görürsünüz ki, əvvəl yerə dirənəndə yəni altına daş qoymamışdım beləsinə. Elə taxtaların üstü, buralar polu bütöv bulaşırdı. Çirkli olurdu. Amma indi belə altı hündür olanda elə dovşanın ayağı dəyir ya nətərsə tökülür oradan deşikdən aşağı. Yaşaldı. İstəyirəm bunun da altına, bu dişilərin də, iki dişinin də yuvasının altına daş qoyum, hündürdə qalsın.
Bilmirəm, o indi dəqiqləşdirəcəm. Dəqiq deyil. Görək inşallah necə eləyəcək. Maşallah heyvanlarımızın keyfi yerindədir. Samanı da yaxşı yeyirlər. Yesinlər. Samanın bir çox xeyirləri var. Tərkibində lif var. Liflərdəki bağırsaq sistemlərini tənzimlər, yəni bağırsaqlarına görə çox xeyirdir, həzm sisteminə xeyirdir. Bir çox şeyinə xeyirdir, yəni saman. Saman tövsiyə görürəm verməyi. Saman verə bilmirsə quru yonca. Yonca presləri var, ondan verə bilərsiniz. Onların çox xeyri var. Yəni beləsinə verə bilərsiniz. Əvvəl deyəndə bu yaxınlara kimi ancaq arpa ilə buğday, arpa ilə qardıqal qarışdırıb verdim. Getdim, fikirləşdim ki, arpa yaxşı deyil, arpa nətə deyim. Yaxşı qızışdırmır heyvanları. Ona görə getdim buğda aldım. Həmçinin hamısına buğda verirəm. Da keçdim buğdaya. Tamamilə buğda verəcəm bundan sonra. İnşallah. Buğda heyvanları qızışdırır. Qışda, ümumiyyətcə qışda yaxşıdır buğda. Ona görə buğda verəcəm. Yayda isə bilmirəm, ya buğdada qalacam, ya da ki ya buğda verəcəm yayda, ya da ki elə arpanın buğdan qarışıq, ya sadəcə arpa verərəm, bilmirəm. Görək, yay ayda çox var inşallah. İndi fikirləşirəm ki, bu erkəkdir, bu dişi. Həm də bunun balası da ördiyənə. Bir müddətdən sonra, bu böyüyəndən sonra burada nə qədər qala bilər, bu neçə müddət qalacaq olsa bu ağbala burada. Yəni bir müddətə kimi məcburam ki, saxlayam bunun yanında, ondan sonra ayırmalıyam. Fikirləşirəm ki, indi buna bir dənə yer düzəldəm. Bunda bir müddətdən sonra, ya elə yer düzəldəndən sonra keçirdim başqa yerə. Hələ ki bir 5-6 gün, bir həftəyə qalsın burada, ondan sonra baxarıq vəziyyətə. Fikirləşəcəm, görüm nə edirəm. Məndən olsa dişin yanında qalmaqdansa erkəyi atardım, burada qalsın, bu erkəyin yanında. Amma ki, bunun yanına bir atdım, gördüm ki, erkək bunu döyür, dişləyir. Yəni fikirləşdim ki, mən olmayanda da, mən indi olanda, burada olanda ayıra bilərəm. Yəni qoymayacam, dişləsim, erkəyi ayıracam bu birisine balacadan. Amma ki, mən də burada neçə müddət yanacam. Ona görə mən olmayanda heyvanı dişləyə pis günə salacaq. Ona görə fikirləşirəm ki, nə burada qalmasın, nə də bunun yanında ayıracam. Bir dənə yer düzəldeyim, onun da yerini ayıracam. Belə, heyvanlarımızın da son halı budur. Bunlara birazdan saman verərəm. Onlar kimi dişlər tikək. Bu dişinin də beli cütləşəndə demişdim birinci videolarda. Beli cütləşəndə erkək dişi ilə tüklərin, yəni erkəyin ağzı ilə tüklərin tutub yolmuşdu. Bəzi erkəklər eləyir. Yəni, dişi ilə tutmuşdu, belin tükəni yolmuşdu, amma indi çıxıracaq. Beləcək qaralır, tüklər çıxır. Buna ayırır, bu yeşiyin içində də görsəmir. İndi görək nə edir. Bunlara biraz da saman vereyim. Videoda yandırım. Can. Yunda düşün aşağı. Düş aşağı. Saman xeyir olduğu kimi bir-iki səbəbi də var ki, ziyan eləyə bilər. O səbəblərdən biri də samanın nam olmasıdır. Yəni saman yaş olarsa, ya tozlu olarsa ziyan da eləyə bilər. Yəni çalışın ki, ya samanı nəm verməyin, ya nə bilim tozlu saman verməyin, çünki bunların da ziyanı var. Təmiz saman olsun, quru olsun, yəni nə qədər istəyirsiniz verə bilərsiniz gündəlik. Belə. Məndən olsa heç bu balanı saxlamazdım, bunu verərdim, çünki onsuz da bunlarla tüstləşənə təmiz qan bala verməyəcək. Bu sort immünni beləncə təmiz qan verməyəcək. Balaları yəni verəcək, qarışıq balalar verəcək. Amma ki, nədər deyim, onsuz da məndə bu erkək var. Prosta ki, fikirləşdim ki, məndə bütün doğuşanlar qapqaradır. Erkək, üç dişi qaradır.
Yəni zilqarda bir dənə bu dişi biraz ağlığı var. O da ballarından beləsinə açıq rənglər atacaq. Prosta ki gözləyə bilmədim o vaxtı. Dedim elə bir dənəsini alım. Bunu atım bura. Ağ da qalsın burada. Yaxşı elçək olsa damazlıq saxlayaram. Yəni cəld elçək olsa. Görək inşallah cəld elçək olar, yaxşı elçək olar. Görək nə edirik. Belə. Bir video paylaşmışdım. Elə yaxşı yadıma düşdü. O da bu video vasitəsilə deyim. Bəs ad deməyəcəm. Gəlib yazıb ki yoruma. Bəs yorum yazıb. Yorum da ki heç ürəksiz yorumdur. Yəni necə deyim, o həmin insanlar ki, o insanlar yəni paxıllığından yoxsa nədirsə belə yorumlar yaza bilir. Qardaş, xoşuma gəlmir mənim səhifəm, mənim videolarım, mənim nə bilim danışığım, danışıq tərzim, nə bilim. Ya mənim burada dediyim hansısa söz xoşuma gəlməyibsə, sənə ləzzət eləmirsə, bir sözlə də yəni baxma mənim videolarıma, kanalımı izləmə. Yəni bir insan mənim videolarıma baxaraq, videolarımı bəyənir, yəni ondan sonra yoruma da ki, ağzına gələn yazır, artıq əksik söz yazır. Ya qardaş, bu paxlı insanlar vallahi Allah hamd olsun, yəni çoxdur, var. Şükür yaxşılarımıza, ürək açıqlara şükür olsun yenə. Yəni prosta ki bir kəlmə demək istəyirəm ki, burada yəni kimin xoşuna gəlmirsə baxmasın. Xoşuna gəlmir, Allah canını sağ olsun, baxma da qardaş, bir kəlmə, nəyə baxırsan bəs? Yəni baxanların da Allah canını sağ olsun, mən bu video çəkmirəm, iminli hamı baxmalıdır, xoşuna gələn və ya məlumat götürmək istəyən baxmalıdır, elə hamı baxmalıdır, nə bilim, ya dovşan saxlayan hamı baxmalıdır demirəm. Kim baxmır, Allah işinə van deyəsin, yaxşı, Allah canını sağ eləsin. Amma ki, mənim burada məqsədim odur ki, yəni heyvanlarımı çəkim görsədeyim, yəni bildiyim məlumatları verim bilməyənlərə, yəni təzə başlamaq istəyənlərə, prosta təzə başlayıb, yəni dovşan haqqında yəni heç bir şey bilməyənlərə, məlumat götürmək istəyənlərə, yəni onlara görə çəkib paylaşıram. Eləsi var həvəsə baxır, eləsi var məlumata görə baxır. Yəni çox baxan var. Prosta ki, yəni kimin xoşuna gəlmirsə baxmaya bilər. Mən burada heç bir videoda deməmişəm ki, hamı baxmalıdır, ya mən burada elə bir ifadə işlətməmişəm ki, məcburdur hamı baxmağa. Estağfurullah, yəni mən heç onu deməyə haqqım da yoxdur. Niyə deməliyəm ki, yəni nə səbəbdən deyim ki, mən hamı videolarıma baxmalıdır, kanalımı baxmalıdır. Xoşuma gəlmir, baxma da qardaş, kim məcbur edirsə. Yəni belə, elələrinə görə əsəb olmaq, kefi pozmaq lazımdır. Mən bilirəm ki, düz yoldayıq, yəni bu yolda davam. Məsəl üçün, bax, o yoruma qarşılıq, elə həmin video idi deyəsən, yoxsa başqa bir şey video idi. Yazmışdı bir qardaş ki, bəs yaxşı, necə deyim, ürək açıcı söz yazmışdı, sağ olsun, Allah kömək olsun. Yaxşı qardaşlarımıza Allah saxlasın, Allah köməklər olsun. Yazmış ki, artımlı heyvandır, yəni düz yoldasan, tamam, belə bir şey yazmışdı, axırı demişdi artımlı heyvandır, yəni ürək açıcı söz yazmışdı. Gəlmirsən, baxırsan videoya, xoşuma gəlmir, videodan çıx. Mən sən iyniyə bilərəm adama deyələr. Boş verin. Videomuzu davam edək. Buna da saman verək. Gəl. Maşallah. Bilsinlər. Belə. Heyvanlarımızda inkişaf var maşallah. İnşallah bu erkək də böyüsün, ağ erkək. Daha doğrusu kəpənək. Kəpənək sortu erkəyimiz böyüsün. Yaxşı balalar, özünə oxşayan balalar düşər inşallah. Bu sortun iminli, bunun sortunda bir dişi tapsam, başqa qanla, yəni bacısı olmayan, yəni eyni qan olmayan, tapsam alacam birində. Görə inşallah nə edirik. Belə əziz izləyicilər, sağ olun, salamat qalın.
xahiş edirəm, abunə olaq, videoları bəyənək, səhifəmiz böyüsün. Sağ olun, salamat qalın.